Son vaxtlar hansı restorandan video paylaşırsan yazırlar ki, əşi manqol ətidir. Mən bilmirəm manqol ətini harda satırlar, harda verirlər. Amma sizə əminliklə deyə bilərəm ki, məsələn bu məkanın əti Manqolustandan deyil, bərəkətli bölgələrimizdən gəlir. Gəlin sizə fıstığın 1 kiloluq qarışıq kabab setini göstərim. Bu bir ailə setidir. Qiyməti 99 manat 90 qəpikdir. Bura nələr daxildir? Salatlardan paytaxt, mimoza və manqal salatı, məzələr, çiğ köftə, qarışıq turşular, pendir asarti, kabablardan tikə, antrikot, toyuq kababı, toyuq və quzu lüləsi, bastırma və tərəvəz kababları. Qarnir olaraq da yanında düyü verilir. Setə puf çörək, duşes və su da daxildir. Fıstıq ölkədə ətlərinin keyfiyyətinə görə adla tanınan məkandır. Bilənlər bilir, bilməyənlər üçün deyim ki, burada qoç ətin ətlərindən istifadə olunur. Yəni müştəriyə verilən ətin mənşəyi bəllidir. Ona görə də manqol əti şübhəsi bu məkan üçün keçərli deyil. Ətlər də, mətbəx də göz önündədir. Ölkənin dörd bir yanında kabab yemiş Ömər Xəyyam deyir ki, bəzi kababçılar gəlib buradan dərs almalıdır. Bu setin qiyməti kiminə görə normal, kiminə görə bahadır. Amma burada qiymətlərin məhz keyfiyyətin yüksək olmasına görə təyin edildiyini də ayrıca vurğulamalıyam. Göz haqqınızı halal edin. İzlədiyinizə görə təşəkkürlər.